Salam Ümmü Hoş ana. geldin, hoş geldin. Hoş günün olsun. Allah ziyarətini qəbul eləsin. Allah Allah sağ ol bizlərə versin də nəsib sənə. eləsin. Sözünə Buyurun. düz, əməlinə düz. Borcumuzdur. Vaxtın. Biz şəhid analarına, qazilərə nə eləsək bir misqalını ödəyə bilmərik. Allah qəbul eləsin. Allah sizdən razı olsun. Hə. Çok sağ ol. Elmar- Sevindim seni bizde görmeye. Aygün, yüreğim. Borcumdur. Yüreğim. Elmar. Şəhid olmamışdan qabaq Kənanla sənə şirniyyət vermişdim bir dənə. Kənan dedi ki, bibi, qohumuq 2 dənə ver, amma vermədim bir dənə, hamınıza çatsın deyənə. Allah sizə qəni-qəni su qovuşan fatiləri rəhmət eləsin. Siz tarix yazdınız. 200 ildə, 100 ildə yazılmayan tarixi yazdınız. Sənə qurban. Soyun rahat ol qadına. Rahat. Canınızla möhür vurdunuz ki, Qarabağ Azərbaycanında. Sağ ol. Sənin də əziyyətin çox olub. Birinci Qarabağ, ikinci Qarabağ. Çox, çox. Analara da, özümə də səbir Cürətli diləyirəm. qadınsan, həqiqi. Borcumuzdur. Vətən uğrunda, torpaq uğrunda. Hər adama da şəhidlik nəsib olmur. 2 də müharibə yaşasam da mənə də şəhidlik Can nəsib baş. olmasın. Qazi səndə, səndə. Olmadı, bəli. Sənə qurban. Allah sağdan versin. Soyun rahat, rahat oturaq, söhbət eləyək, yüreğim. Siz getdiyiniz yerə. Təşəkkür edirəm ki, sən gəlmisən, Aygün. Borcum. Yüreğim. Borcumdur Ümmü ana. Allah sizdən də razı olsun. Siz